Hər vaxtınız xeyir olsun, dəyərli tamaşaçılar. Hədəf proqramı efirdədir. Bugün Şuşada artıq 4-cü qlobal media forumu işə başladı və dünyanın çoxsaylı nüfuzlu ölkələrindən nüfuzlu media orqanlarının nümayəndələri bu foruma qatılıb və ənənəyə sadiq qalaraq Azərbaycan prezidenti forum öncəsi dünya mediasını maraqlandıran sualları cavablandırdı və dünya mediasını Azərbaycan prezidentinin dilindən eşidə biləcək hansı məlumatlar maraqlandırırdı. Bugün gün ərzində dünyanın və Azərbaycanın gündəmi məhz Azərbaycan prezidentinin verdiyi bəyanatlardan ibarətdir. Həm Cənubi Qafqaz regionu, həm BMT Təhlükəsizlik Təşkilatında ümumiyyətlə bildiyimiz kimi islahatların aparılması, eləcə də həm digər bütün qonşularımızda regionda baş verən münaqişələrin gələcək həll planları, yəni Bakıdan necə görünür, Azərbaycan prezidentinin baş verən geosiyasi proseslərə baxışı nədən ibarətdir? Suallar kifayət qədər genişdir və studiya qonaqlarımızla Azərbaycandan, Şuşadan verilən mesajlar ətrafında müzakirə aparacağıq. Odur ki, diqqətiniz bizdə olsun. Studiya qonaqlarımızla müzakirələrə başlayırıq və qonaqlarımızı təqdim edirəm. Milli Məclisin deputatı Arzuxan Əlizadə. Salamlayırıq, xoş gəlmişsiniz. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdürü Mətin Məmmədli, siz də salamlayırıq, xoş gəlmişsiniz. Və Beynəlxalq Münasibətlər üzrə ekspert Nazim Cəfərsoy da qonağımızdır. Bir daha sizə xoş gördük Nazim Hanım, xoş gəlmişsiniz. Qeyd etdiyimiz kimi Şuşada artıq 4-cü dəfədir ki, qlobal media forumu keçirilir və biz ilbəil forumun həm gündəliyinə baxsaq, həm bura dəvət olunan media nümayəndələrinə və ən əsas məsələ Azərbaycan prezidentinə ünvanlanan sualların xarakterinə baxsaq, bütün dünyanı maraqlandıran suallardır ki, və sanki bütün media nümayəndələri Azərbaycanda məsələlərə necə yanaşılır, Azərbaycanın birinci şəxsi məsələyə necə yanaşılır və bu məsələni hadisələrin mərkəzində Azərbaycanın məsələlərə reaksiyası, baxışı dayanır. Biz istərdim studiya demək qonaqlarımızla müzakirəyə keçməzdən öncə mən istərdim indi hazırda Şuşaya bağlanaq və bugün gün ərzində Azərbaycan televiziyası vasitəsilə bilirik ki, forumun gedişatı ilə bağlı operativ məlumatlar hörmətli tamaşaçılar diqqətinizə çatdırılıb və Vüsal Mətləb bizimlə canlı bağlantıda olmalıdır. O indi forumun gedişatı ilə bağlı həm səhər verilən mesajlar və forumun gedişatı ilə bağlı. Buyurun Vüsal. Bəli, bir daha Şuşadan salamlayırıq sizi. Prezident İlham Əliyevin açılışında iştirak etdiyi ənənəvi Şuşa Qlobal Media Forumu işinə başladı. Bu artıq yalnız bir forum deyil, yəni jurnalistləri bir araya gətirən, media nümayəndələrinin müzakirələrini təşkil edən platforma deyil, həm də Azərbaycan həqiqətlərini dünyaya çatdıran, Azərbaycan dövlətinin, Azərbaycanın baxışının, yanaşmasının böyük bir coğrafiyaya, əhatə dairəsinə çatdıran mühüm bir tribuna kimi çıxış etməkdədir. Sülhün təşviqində medianın missiyası, həqiqətin bərpası və etimadın yenidən qurulması mövzusuna həsr olunur bu dəfəki forum və Cənubi Qafqazın indiki mərhələsində, yəni sülh erasına daxil olduğu indiki mərhələdə bu olduqca aktual mövzudur, həm də medianın qarşısına duran çağırışlar baxımından. 30 illik münaqişə etimadın sarsılmasına yol açmışdı. Xüsusilə Ermənistanın törətdiyi vandalizm aktları, işğalçılıq faktı və törətdiyi cinayətlər təbii ki, bu mühiti tamamilə ortadan qaldırmışdı. Ancaq 44 günlük vətən müharibəsi, beynəlxalq hüquqa istinad edən Azərbaycan bu müharibə ilə öz ərazi bütövlüyünü, daha sonra suverenliyini təmin etdi. Növbəti mərhələdə isə Azərbaycan sülh təşəbbüsləri ilə çıxış edərək və artıq bir ildir ki, bu təşəbbüsləri reallığa çevirərək Cənubi Qafqaza yeni vəziyyət gətirib. Və bu vəziyyətdə medianın üzərinə də olduqca mühüm vəzifələr və məsuliyyət düşür. Açılış mərasimindən sonra indi artıq operatorumuz Vüqar Həsənov təqdim eləyir. Növbəti panellər üçün son hazırlıqlar görülür bu zalda və təkcə dediyimiz kimi sülhün təşviqində medianın missiyası yox, bir sıra digər istiqamətlər, medianın qarşısında duran çağırışlar nəzərdən keçiriləcək. 50-dən artıq ölkədən, 160-dan artıq media nümayəndəsi, eləcə də rəsmi şəxslər, beynəlxalq təşkilatların nümayəndələri, həm də medianın qarşısında duran bugünkü məsələləri müzakirə edəcəklər. Medianın hansı məsuliyyətləri var, etimad quruculuğu baxımından hansı addımlar atılmalıdır, o cümlədən rəqəmsallaşma, süni intellekt, dezinformasiyalarla mübarizə və digər məsələlər bu dəfəki forumda diqqət mərkəzində saxlanılacaq və Şuşadan ifadə olunan mesajlar həm də Azərbaycanın yeni yanaşmasını, Cənubi Qafqazın gələcəyə baxışını ifadə eləyəcək. Necə ki, Prezident İlham Əliyevin 3 saata qədər davam edən jurnalistlərin suallarını cavablandırarkən jurnalistlərlə davam edən mükaləməsi, müzakirəsi zamanı bu mesajlar bir daha ifadə olunurdu.
Təşəkkür edirik Vüsal. Bir daha xatırladırıq bizimlə canlı bağlantıda Şuşadan əməkdaşımız Vüsal Mətləbi idi. Bugün 30-a yaxın demək sual ünvanlandı Azərbaycan prezidentinə və 4-cü qlobal Şuşa media forumunun əsas gündəmi də ümumiyyətlə sülhün təşviqində medianın missiyasıdır. Gəlin əvvəlcə ondan başlayaq ki, mediadan ümumiyyətlə gözlənti nədir və niyə media bugün sülhün təşviqi missiyasını, yəni Azərbaycandan gəlir bu mesaj? Niyə burada mediadan gözləntilər var və medianın üzərinə ümumiyyətlə hansı missiya düşür? Buyurun, Arzu xanım. Ətay xanım, ilk növbədə elə oradan başlayaq ki, kütləvi informasiya vasitələri bugün dünyada baş verən hadisələri bu və ya digər rakursdan təqdim etməklə əslində gündəmi formalaşdıra bilirlər. Bugün dünyada gedən münaqişələr, müharibələr və bütün bunların fonunda medianın onu işıqlandırması və hansı mövqedən yanaşması təbii ki, olduqca böyük əhəmiyyət daşıyır və əslində bir informasiya müharibəsi də ifadəsi var gündəmdə və informasiya müharibəsini udan tərəf əslində müharibəni də uda bilir. Yəni klassik müharibələr sahədə döyüş bitsə də, amma informasiya müharibəsi davam edir, daima davam edir və mən bu Şuşa forumunu çox yüksək qiymətləndiririk təbii ki, hər birimiz. Artıq 4-cü dəfədir ki, Qlobal Şuşa forumu keçirilir və qeyd olundu, hazırki 4-cü Qlobal Şuşa forumuna 51 ölkədən 160-dan çox xarici kütləvi informasiya vasitələrinin nümayəndələri qatılıblar və bu 4 il ərzində əslində təxminən 80-dən artıq ölkədən 600-dən çox media nümayəndələri qatılıblar və onların bir çoxu davamlı olaraq artıq 4-cü dəfədir gəlir və hər dəfə gəldikdə də təkcə informasiya almırlar. Eyni zamanda Azərbaycanın işğaldan azad olmuş ərazilərdə hansı quruculuq, abadlıq işlərini gördüyünün, sülh gündəliyinə hansı töhfələri verdiyini canlı şahidi olurlar. Və mən bu forumlarda cənab prezidentin ünvanlanan o suallar ki var, bu suallar fonunda bu forumun bütövlükdə kontekstində Azərbaycan prezidentinin o 44 günlük müharibə dövründə 33-dən 33 səhv eləmirəmsə, xarici kütləvi informasiya nümayəndələrinə, xarici kütləvi informasiya vasitələrinə bilavasitə müxtəlif dillərdə Azərbaycan həqiqətlərini çatdırmasını xatırlayıram. Bu elə bil ki, onun davamı kimi də qəbul edilə bilər. Çünki mübarizə bitməyib əslində. Bu regionda, eləcə də beynəlxalq miqyasda münaqişələr hələ ki bitməyibdir, mübarizələr bitməyibdir və Azərbaycan artıq təkcə regional dövlət deyil, Azərbaycan artıq qlobal ölkədir, dünyaya açılıbdır. Orta güc kimi artıq bütün beynəlxalq platformalarda Azərbaycan bu cür iştirak edir və Azərbaycanın iştirak etmədiyi hər hansı bir layihə bu regionda reallaşa bilməz. Artıq bu həqiqətdir. Necə ki, zamanında Azərbaycana cənab prezident də dedi, reallıqlarla barışmağı təlqin eləmək istəyirdilər. Baskılar vardı ki, reallıqla barışın, işğal altında olan ərazilər ermənilərin xeyrinə rəsmiləşdirin, amma biz bu təzyiqlərin müqabilində öz gücümüzü göstərdik, suverenliyimizi, ərazi bütövlüyümüzü bərpa elədik və bugün də Azərbaycan prezidentinin əslində verdiyi o mesajlar çox ciddi mesajlardır və bu mesajlar təkcə orada iştirak edənləri əhatə eləmir. Bu bütövlükdə dünya ictimaiyyətini əhatə edən mesajlardır. Azərbaycanın yol xəritəsidir faktiki olaraq. Azərbaycanın buna qədər gəldiyi yol və bundan sonra gedəcəyi yolla bağlı baxış bucağını cənab prezident çatdırır. Bəli, və burada yalnız Azərbaycan kimi baxılmır. Yəni, bugün Şuşada əgər keçirilirsə media forum artıq 4-cü dəfədir, artıq bütün media orqanları, bütün ölkələr həm də bu foruma Cənubi Qafqazın bir parçası kimi baxırlar və bu həssas regionda baş verən proseslərdən çıxarılan nəticə və ümumiyyətlə bu regionun taleyi necə olacaq? Bax, bu suallar da hiss olunur ki, həm böyük gücləri düşündürür, həm də onları təmsil edən media orqanlarını və Azərbaycan prezidentinin sırf bu regionla bağlı, yəni dəyişməz olaraq qalır prinsipləri, Azərbaycan rəsmi Bakının prinsipləri dəyişməz olaraq qalır, regionun taleyini yalnız region ölkələri həll etməlidir. Növbəti dəfə Şuşadan Azərbaycan prezidenti bu mesajı bəyan etdi, bir daha diqqət yetirək. Cənubi Qafqaz geosiyasi qarşıdurma arenası kimi qəbul edilməməlidir. Azərbaycan bunun qarşısını aldı. Biz geosiyasi intriqaların qurbanı olmadıq. Biz xarici aktyorların heç birinə imkan vermədik ki, Azərbaycanı
istifadə etsinlər, istər bir-birlərinə qarşı və ya digər bir aktora qarşı. Bugün məncə qonşularımız da bunu etməlidir. Bunu sözdə deyil, əməldə etmək lazımdır və bugün bu regiona maraq göstərən hər kəs, bu regionda sülh və əməkdaşlığa çalışan hər kəs bu əməkdaşlıq formatını individual şəkildə həyata keçirməlidir. Əməkdaşlıq etmək istəyən bilməlidir ki, bu region sülh, əməkdaşlıq regionu olmalıdır və kənar və geosiyasi rəqabətdən mümkün qədər azad olmalıdırlar. Biz ən ilkin mərhələdə regionun məsələlərin məhz region ölkələri tərəfindən həll edilməsinin tərəfdaşı olmuşuq. Məsələn, geosiyasi rəqabətdən maksimum uzaq olmaq. Yəni bilirik ki, ən çətin məsələ indi budur. Çünki bu region özü böyük maraqların toqquşduğu bir bölgədir. Bax, bugün Azərbaycan prezidentinin Şuşadan verdiyi bu mesajı necə dəyərləndirmək olar? İndi baş verən geosiyasi proseslər fonunda. Təşəkkür edirəm Ətayi xanım. Əvvəla Şuşada belə bir media forumlarının keçirilməsi hər halda təqdirə layiq haldır ki, bir ənənəyə çevrilib və hər belə media forumlarda dünyanın ən aktual mövzuları, məsələləri müzakirə olunur və digər bu forumun əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan ən yüksək səviyyədə müxtəlif məsələlərə öz münasibətini ortaya qoyur. Bilirsiniz, biri var hansısa rəsmi və yaxud politoloq, ekspert məsələlərə münasibət bildirir və bir də var ki, ən yüksək səviyyədə, yəni prezident səviyyəsində məsələlərə münasibət bildirilir və biz hər zaman müşahidə edirik ki, cənab prezidentin müxtəlif məsələlərlə bağlı açıqlamaları da beynəlxalq ictimai rəyə təsir göstərir, bu ictimai rəydə ciddi müzakirə olunur. Və konkret olaraq bugünkü media forumda Azərbaycan prezidenti müxtəlif məsələlərlə bağlı olduqca vacib açıqlamalar verdi. Yəni, məlum olduğu kimi kifayət qədər aktual mövzular var, məsələlər var və həm də birbaşa Azərbaycana, Cənubi Qafqaza təsir edən mövzular var və bu mövzulardan da biri sizin də qeyd etdiyiniz kimi Cənubi Qafqazı geosiyasi rəqabətin artması və bundan uzaq durmaq. Təbii ki, Azərbaycan mövqeyi ondan ibarətdir ki, Ətayi xanım, yəni bizim mövqeyimiz bundan ibarətdir ki, Cənubi Qafqaz bütövlükdə geosiyasi qarşıdurma meydanına çevrilməməlidir. Bəli. Və çünki Qarabağ münaqişəsi elə bu məqsədlə yaradılmışdı əslində ki, bura həm də daimi poliqon kimi istifadə olunsun. Digər münaqişələr, yəni qeyd edilə bilərik, yəni oxşar münaqişələri və bizim mövqeyimiz ondan ibarətdir ki, hər hansı bir formada Cənubi Qafqaz regionu qarşıdurma meydanına çevrilməməlidir. Və Azərbaycan bu mövqeyi də, bugün biz Cənubi Qafqaza faktiki sülhdən danışırıq. Faktiki sülhün formalaşmasında bizim bu mövqeyimiz çox böyük rol oynayıb. Bugün məlum olduğu kimi Ermənistan-Azərbaycan sülh prosesinin əsas təşəbbüskarı və irəli aparanı məhz Azərbaycandır. Onun mövqeyidir, Azərbaycan dövlətinin mövqeyidir, sülh gündəliyidir. Və bizim mövqeyimiz ondan ibarətdir ki, nəinki yalnız Cənubi Qafqazda, digər regionlarda da və bütövlükdə dünyada sülhə nail olunsun, əmin-amanlığa nail olunsun və bu sülhdə ədalətli sülh olsun. Yəni beynəlxalq hüquq normalarına, ədalət prinsiplərinə əsaslanan... Və burada mediada, burada indi mərkəzdədir. Şuşa forumunda biz bir daha verilən siyasi mesajlar beynəlxalq gündəmlə bağlı idi. Amma burada da yenə media mərkəzdədir. Çünki medianın yanaşmasından söhbət gedir. Əgər bugün Bakıdan, Şuşadan mesaj verilirsə ki, media sülhün təşviqində iştirak etməlidir, missiyası nədir? Demək ki, sülhün yox, müharibənin təşviqində iştirak edən media orqanları da olub, ölkələr olub, məqsədli şəkildə bunu idarə edən qüvvələr olub. Siz bir qədər əvvəl də maraqlı sual verdiniz ki, yəni medianın rolu, missiyası nədən ibarətdir? Medianın üzərinə çox böyük rol düşür, missiya düşür və biz müşahidə edirik ki, yəni ölkələr arasında müharibə, münaqişə, konflikt yalnız cəbhə zonalarında olmur. Eyni zamanda informasiya məkanında olur və təəssüf ki, Azərbaycan həm işğal dövründə, həm 2-ci Qarabağ müharibəsi dövründə, həm ondan sonra, hətta indi də biz ölkəmizə qarşı yönələn manipulyasiyaların, təxribatların, informasiya təxribatlarının şahidi oluruq və bu baxımdan da yəni biz yanaşsaq, belə bir media forumun keçirilməsi və burada bir qədər əvvəl də qeyd etdiyim kimi Azərbaycan prezidenti tərəfindən müxtəlif məsələlərə münasibət bildirilməsi hər halda ölkəmizə qarşı yönələn o informasiya təxribatlarının qarşısının alınmasında çox böyük rol oynayır. Biz Azərbaycan orta güc dövləti olaraq danışırıq və
təbii ki, orta gücün bir sıra kriteriyaları var və həmin O orta güclə kriteriyalardan bağlı, bəli, tam məqamıdır Mətin müəllim. Azərbaycan prezidenti bəyan etdi. Mən istərdim ona da diqqət yetirək. Sonra forumda iştirak etmiş beynəlxalq jurnalistlərin forumla bağlı, Azərbaycanla bağlı təəssüratları var. Əməkdaşlarımız lentə alıb həmin kadrları da təqdim edəcəyik. Amma öncə Azərbaycan orta güc kimi hansı missiyanı yerinə yetirir? Bax, onu eşidək. Mən bəzi analitik məqalələrlə tanış olmuşam və ekspertlərin rəylərini oxumuşam. Onlar söyləyirlər ki, Azərbaycan artıq orta səviyyəli gücə çevrilir və düşünürük ki, belə bir tədbirlər həmçinin orta səviyyəli güc kimi ölkəni xarakterizə edən meyarların müəyyən edilməsi mümkündür. Mənim fikrimcə, bu terminologiya ilə belə demək olar ki, bu ölkənin potensialının etiraf edilməsidir. Onun öz milli maraqlarını müdafiə etmək bacarığını müəyyən edilməsidir. Müqavimət göstərmək bacarığı, bütün potensiala əsaslanaraq, əgər kimsə sizə qarşı hücum çəkmək istəyirsə, sizin müdafiə imkanlarınız, bu kimi meyarlar nümayiş etdirilir. Yəni, nəinki hərbi paradlarda, bu məhz döyüş meydanında olan bacarıq nəzərdə tutulur və fikrimcə digər mühüm meyarlardan biri bu həmçinin sizin söylədiyiniz sözlər və yaxudsa verdiyiniz bəyanatın bir çəkisi olsun, əhəmiyyəti olsun və Azərbaycan bütün bunları bir çox hallarda nümayiş etdirmişdir. Həmçinin düşünürəm ki, tətbiq oluna biləcək bu terminologiyada bu meyarlardan da biri, bu da məsuliyyətdir. Bu, ölkəmizin daxilində baş verən hadisələrə aid məsuliyyət və bütövlükdə regionda baş verən hadisələrə aid olan sizin məsuliyyətdir. Buyurun Mətin müəllim, davam edin. Bəli, cənab prezidentlə qeyd etdiyi kimi Azərbaycan bir sıra kriteriyalara görə orta güc hesab oluna bilər və qısa olaraq qeyd edə bilərik ki, hansı kriteriyalardan söhbət gedir. Ümumiyyətlə, Ətay xanım, müxtəlif yanaşmalar var, yəni orta gücə, elmi akademik olaraq və o yanaşmaları biz ümumiləşdirsək belə sıralaya bilərik ki, fəal xarici siyasət, fəal diplomatiya həyata keçirən, müəyyən resurslara malik olan iqtisadi, siyasi, hərbi resurslara, uğurları olan ölkələr və eyni zamanda regional və qlobal proseslərə, sülh və əməkdaşlıqla bağlı proseslərə töhfə verən ölkələr, beynəlxalq platformalara meydan olan ölkələr müəyyən mənada orta güc hesab oluna bilər. Yəni biz bunlara baxsaq görə bütün kriteriyalar tamamlanır. Azərbaycan orta gücdür və bizim mövqeyimiz də və siyasətimiz də ona yönəlib ki, ilk növbədə biz bölgədə ilkin olaraq davamlı sülhə nail olaq, dayanıqlı sülhə nail olaq, region ölkələri, xalqlar arasında qarşılıqlı əməkdaşlığa, inteqrasiya proseslərinə nail olaq və eyni zamanda daha geniş coğrafiyada, qlobal müstəvidə bu siyasətimizi fəal həyata keçirək. Nazim müəllim, sizin qeydləriniz və daha çox diqqətinizi cəlb edən mesajlar arasında ümumiyyətlə dünya mediası bu dəfə, yəni bax bugün 2026-cı ilin iyul ayının 13-də Şuşadan hansı sualların cavablarını eşitməyə və hansı cavabları eşitməyə gəlmişdilər? Əslində bu forumda verilən sualların ümumi xarakteristikasına baxanda həm qlobal, həm regional, həm o regionalla iki çərçivədə, həm də əlaqədar ölkələrin özlərinin içində olduğu müəyyən məsələlər, müəyyən problemlər, onların birbaşa Azərbaycanla əlaqələri kimi mövzular daha çox diqqəti cəlb edir. Yəni, məsələn, tutaq ki, Ukraynadan olan öz problemi ilə bağlı yanaşma ortaya qoyulmasını istəyir. Ondan sonra orta koridorla maraqlı olanlar Zəngəzurun nə vaxt açılacağı ilə bağlı mesajlar verirlər. Daha çox sanki Azərbaycan prezidentindən tövsiyə alırdılar qalib ölkənin rəhbəri kimi. Yəni sizin tövsiyə, çünki öz probleminizi uzun sürən mübahisəli, hətta ən mürəkkəb münaqişələrdən birini həll etmiş ölkənin rəhbəri kimi sizin tövsiyələriniz nədir? Şübhəsiz, yəni bu işin, yəni bu cür məsələlərdə işin həm nəzəriyyəsi, həm praktikası, həm də bu işən zaman və məkan baxımından bu işə məruz qalmış ölkədən nəticə də uğurla nəticələnibsə, tövsiyə almaq və ya bu istiqamətdəki mənzərəni ortaya qoymaq
Məsələnin bir tərəfi budur ki, şübhəsiz. Digər tərəfdən də həmin təcrübəyi yaşayan ölkənin mövqeyini də aydınlaşdırmaq ya da aydın olan mövqeyin bir daha təkrarlanması özü də siyasi effekt verən məqamlardan biridir. Digər tərəfdən məsələnin bir başqa istiqaməti, burada diqqət çəkən məqamlardan bir dənəsi Zəngəzur koridoru ilə bağlı ki, bu önümüzdəki, yəqin ki, ən az 5 ilin, önümüzdəki 5 ilə də, önümüzdəki 5 il içində yəqin ki, bu məsələ bölgənin ən önəmli gündəm maddələrindən biri olaraq qalacaq. Ta ki, açılana, hətta açılandan sonraki mərhələ baxımından da orada məsələn mesaj var ki, məsələn orada işin beynəlxalq istiqaməti tez-tez vurgulanırdı filan, amma bir müddət idi ki, bunun daxili, Azərbaycan daxilindəki nəqliyyat probleminin həlli ilə bağlı hissəsi sanki biraz kölgədə qalmışdı. Naxçıvanla Azərbaycanın geri qalanları arasındakı əlaqə. Çünki daha çox Türk dünyası, orta koridor filan vurguları daha çoxudur. Sanki o kölgədə qalmışlığı kölgədən çıxartmaq üçün verilən bir mesaj vardı ki, Azərbaycanın digər bölgələri ilə Naxçıvan arasında əlaqəni saxlamaq baxımından bu məsələnin vurgulanması məncə... Amma məsələ həmişə Bakının gündəliyində olur. Bu hissə, daha çox, bu hissə bir müddət idi mənim subyektiv müsaadəmdir. Ötən ilin avqustunda Vaşinqtonda məlum o tarixi görüş və paraflanma olandan sonra Azərbaycan prezidenti yerli mətbuat orqanlarına müsahibə vermişdi. Orada da bir mənalı şəkildə, yəni Naxçıvanla Azərbaycanın quru əlaqəsinin təmin olunması xüsusi vurğulanmışdı. Yəni bu həmişə gündəlikdədir. Azərbaycan və Ermənistan rəhbərləri arasındakı danışıqlarda da əsas maddə kimi o gedibdir. Beynəlxalq Naxçıvanla maneəsiz keçidi mütləq təmin olunmalıdır. Bu Azərbaycanın əsas şərtidir. Mən şəxsi subyektiv fikrimdir, razı olmaya bilərsiniz. Düşünürsünüz ki, beynəlxalq media bunu bir qədər göz ardı edirdi. Burada əsasən daha çox vurğulanan məsələ nə idi? Orta koridor, Çin gəlir, o birilər də Çinin əngəlləyək, trip... Ermənistanın blokadadan çıxması. Ermənistanın blokadadan çıxması, trip nədir? Çinin, yəni bir tərəfindən, Amerikan perspektivindən baxanda Amerikanın bölgəyə yerləşməsi, bütün bu proseslərin fonunda və ya bunun həyata keçməsinin İrana hansı təsirləri, Türk dünyasına təsirləri geniş perspektiv var idi, amma və bunlar daha çox işin geosiyasi vurgu tərəfi idi. Daha çox bu geosiyasi vurgu da əslində biraz əvvəl sizin sual verdiniz və Mətin bəyin də cavab verdiyi bir məqamı şey edirdi ki, o geosi məsələlər vurgulandıqca Zəngəzur koridorunun humanitar hissəsi, bəşəri hissəsi sanki biraz kölgəyə itəlməyə çalışılır və ortaya çıxır, bölgədə rəqabət vurgusu daha çox ortaya çıxır. Bu da bizim Azərbaycanın xarici siyasətində, Cənubi Qafqaz rəqabət alanı yox, əməkdaşlıq alanı olsun. Söhbətini, nə mənim şəxsi qənaətim, bu birilərini vurgulayanda onun pozitiv tərəfləri var, amma işə negativ tərəfdən baxanlar bunu kim buradan keçəcək, Amerikanın marağına iddiası bir şey eləyəcək, trip yaranacaq, Çindən, Pekindən məsələyə baxanda bu orta koridora Amerikanın nəzarət etmə proyekti kimi görünür. İran, Amerika bölgəyə gəldi deyə baxır. Rusiya, Ermənistan əlimin altından çıxır deyə baxır. Yəni bir ziddiyyət belədir. Yəni ziddiyyət perspektivinə daha çox fokuslanan bir məsələ gəlirdi. Amma bu məsələnin Azərbaycanın geri qalanı ilə Naxçıvan arasında bir quru əlaqəsi olur. Quru əlaqənin də ən önəmli fokusu humanitar məsələdir. Yəni, o insanlar vətəndaşı olduğu əraziyə öz ərazimizdə maneəsiz keçid olmalıdır. Bu vurgu və bu keçə bilməmək həm də bölgədəki krizlərdən də təsirlənir. Kriz, məsələ, geosiyasi kriz baş verir bölgədə. İran təyyarə keçidi yoxdur. Naxçıvandan Azərbaycanın digər bölgələrinə kimlərsə Bakıya kimsə gələ bilmir. Bakıdan bir Naxçıvanlı sakin bölgəyə gedə bilmir. Bunun insanı, yəni burada insani boyut məncə xüsusilə üzərində durmamız gerəkən. Yəni dünya mediası lazımı mesajı götürdümü sizcə? Yəni biz ona indi deməyimiz çətindir, tezdir. Reaksiyalar göstərəcək. Reaksiyalar nədən ibarətdir? Nazim müəllim, bəli, maraqlıdır fikirləriniz əslində. Amma kölgədə qalan bir şeydir, məncə onu vurğulamaq çox ağıllıca olur. Burada Ətayə xanım, üzrsən bir məsələni də demək istəyirəm. Siz qeyd elədiniz,
Ermənistan blokadası ifadəsi. Cənab Prezident də dedi, 92-ci ildə Azərbaycana qarşı o 907-ci düzəlişin o səbəblərindən də, əslində bəhanələrindən biri o idi ki, güya Ermənistan blokadadadır. Amma biz bu illər ərzində etiraf eləməliyik ki, o informasiya blokadasını yarıb keçə bilmirdik. Elə qəbul edirlər ki, doğrudan da Azərbaycan Ermənistanı blokadada saxlayır. Amma nəyə görə Ermənistan özünü blokadaya salmışdı? Ermənistan elə bir şərait yaratmışdı ki, Ermənistan faktiki olaraq Cənab Prezidentin də elə qeyd elədiyi bir dalan dövlətə çevrilmişdi və Azərbaycan öz ərazisindən, Naxçıvana keçidlə bağlı çox ciddi problemlər yaşamaqdaydı və biz bu informasiya blokadasını da həm də yarırıq bütün bunlarla və izah olunur. Azərbaycanın birinci şəxsi tərəfindən artıq neçənci dəfədir deyilir. Təbii ki, bu informasiyanı genişləndirmək lazımdır və xarici media nümayəndələri də artıq öz-özlərinə ən azından sual verirlər ki, necə idi ki, Ermənistan nətər olmuş ki, blokadadaydı? Ermənistan Azərbaycan ərazilərini işğalda saxlayırdı deyə faktiki olaraq özünü təcrid eləmişdi. Yəni artıq Azərbaycan o siyasəti yürüdür ki, bir tərəfli qaydada Ermənistanla münasibətlərin normallaşması istiqamətində Azərbaycan çox ciddi humanitar addımlar atır. Elə Azərbaycan Prezidenti ötən il Qazaxstanda olanda bir tərəfli qaydada elan elədi ki, Azərbaycan ərazisinə Ermənistana daşınan yüklərə ki, bir məhdudiyyət qoyulmuşdu işğal dövründə. Həmin məhdudiyyət aradan qaldırıldı. İlkin olaraq Qazaxstan taxılı getdi. Ondan sonra Rusiyadan indi Azərbaycandan daşınır artıq. Daşımalar həyata keçirilir və Ermənistan üçün biz suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etməklə əslində Ermənistan üçün bir şans yaratmışıq ki, biz suveren dövlətə çevrilmiş olsun, müstəqil siyasət yürütmək imkanına malik olsun, tranzit ölkəsinə çevrilmə imkanları yaratmışıq ermənilər üçün. Başa düşəcəklərsə təbii sona qədər bu regionda da çox ciddi dəyişikliklərə səbəb olacaq, eləcə də Ermənistanın çökmüş iqtisadiyyatı da qalxa biləcək. Türkiyə ilə Azərbaycanla sərhədlərin açılmasını istəyir Ermənistan. Bunun üçün üzərinə götürdüyü öhdəliklər var, onlar yerinə yetirilməlidir və bu bölgədə Azərbaycan orta gücü olmaqla yanaşı eyni zamanda söz və güc sahibidir və bölgənin əsas lider dövləti olaraq da, söz və güc sahibi olaraq da biz bu bölgədə dayanıqlı sabitliyə nail olunmasını da məsuliyyətini özlərimizə götürmüşük. Ona görə birbaşa Azərbaycan Prezidentinin birinci şəxsin bu məsələlərlə bağlı dünya kütləvi informasiya vasitələrini informasiya verərək məlumatlandırması olduqca böyük hadisədir. Buna o kontekstdən yanaşmaq lazım. Bu sadəcə media forumu deyil. Burada Azərbaycan həqiqətlərinin birinci mənbədən çatdırılması və həqiqətlərin olduğu kimi çatdırılması və fikir verirsə, ola bilər ki, bəlkə də istəmədiyimiz də suallar verilir. Amma o suallara da Azərbaycan Prezidenti açıqdır, cavab var. Çünki Azərbaycanın yürütdüyü siyasət pərdə arxası siyasət deyil. Biz açıq siyasət yürüdürük. Biz işğal dövründə də həmin siyasəti yürüdürdük. Amma bizə qarşı böhtanlar indi də davam edir. Mən razıyam, Mətin bəy də dedi. Hələ də bu informasiya müharibəsi davam edir. Ona görə bu cür tədbirlərin keçirilməsi və xarici kütləvi informasiya vasitələrinin bilavasitə Azərbaycanın birinci şəxs tərəfindən məlumatlandırılması olduqca vacib məsələdir. Bu da Azərbaycan xarici siyasətini bütövlükdə regionda və qlobal miqyasda apardığı siyasəti bilavasitə çatdırılmasıdır. Bu dəfəki forum, üzr istəyirəm Nazim müəllim, mütləq qayıdacaq, amma bu dəfəki forum qeyd etdiyimiz kimi məhz medianın sülhün təşviqindəki missiyasından gedir və ona həsr olunubdur. Müxtəlif istiqamətlər üzrə müzakirə olacaq. Amma bu foruma həm də iştirakçıların gözü ilə baxsaq ki, onların təəssüratları necədir? Elə nümayəndələr var idi ki, qeyd edilirlər, artıq 4-cü dəfədir iştirak edirlər, eləsi var idi, ilk dəfə olurdu. Yəni müxtəlif şəxslərin müxtəlif reaksiyaları var. Mən istərdim indi əməkdaşlarımızın öyrəndiyi təəssüratları təqdim edək. Biz də diqqət yetirək, sonra müzakirəmiz davam edəcək. Belə tədbirlərdə və platformalarda iştirak etmək çox önəmlidir. Çünki burada dünyanın müxtəlif ölkələrindən olan jurnalistlər bir araya gəlirlər və onların müxtəlif məsələlərə fərqli baxış bucaqları ilə tanış oluruq. Axı biz dünyanın tamamilə başqa bir tərəfində yaşayırıq. Bəs ortaq dəyərləri necə bölüşə bilərik? Sizlərin nə düşündüyünü necə öyrənə bilərik? Buna görə də burada olmaq mənim üçün çox önəmlidir. Dəvətinizə görə sizə təşəkkür edirəm. Burada iştirakım xüsusi əhəmiyyət kəsb edir. Bura mənim ilk səfərimdir. Mənim üçün maraqlı təcrübə oldu. Forum çox yaxşı təşkil olunub və maraqlı keçir. Şuşa 4-cü Qlobal Media Forumunun bir parçası olmaqdan şadam.
Şuşaya ikinci dəfədir gəlirəm. Bu şəhərdə yeni küçələri, ailələri ilə gəzintiyə çıxan insanları görmək mənim çox xoşuma gəlir. Belə əlamətdar bir tədbirdə iştirak etmək mənim üçün şərəfdir. Prezident İlham Əliyevə sual vermək imkanı qazandığım üçün özümü şanslı sayıram. Bir daha xatırladırıq. Şuşada 4-cü Qlobal Media Forumu işə başlayıb 2 gün davam edəcək. Dünyanın 50-dən çox ölkəsindən 160-a yaxın media nümayəndəsi foruma qatılıb və ənənəyə sadiq olaraq forumun əvvəlində, yəni ilk günündə Azərbaycan prezidenti 30-a yaxın media nümayəndəsinin dünya ictimaiyyətini maraqlandıran suallarla bağlı onların ünvanladığı sualları cavablandırıb və Azərbaycanın bütün geosiyasi məsələlərə demək olar ki, münasibəti bir daha dünya mediasının diqqətinə təqdim olunub. Biz də studiyamızda həmin forumun gedişatı ilə bağlı, bəs bu forumdan verilən mesajlar ətrafında müzakirələri aparırıq. Nazim əvvəl əlavəniz var, buyurun. Bir də həmin mesajın, xüsusən mən Zəngəzur mesajının Azərbaycanın geri qalanları ilə, üzr istəyirəm, Naxçıvan arasındakı keçid nöqtəsi olmasının zamanlamasına da diqqəti cəlb etmək istəyirəm. Çünki seçkidən sonra xüsusən İrandan... Ermənistandakı seçkini nəzərdə tutursunuz? İrandan, qismən də Rusiya mətbuatından və məsələyə yanaşmada, belə deyək də, Paşinyan hökumətini təzyiq altına alma, ondan sonra bu proyektə həyata keçirməklə bağlı məsələlər vardı. Əslində, cənab prezident burada insani hissəni, Azərbaycanla bağlı insani hissəni önə çıxardaraq ictimai diplomatiya üzərindən həm də Tehrana və məncə Moskvaya mesaj da ötürmüş oldu. Sətr arası zaten oxunanda bu nə deməkdir? O qərar vericilər ona əslində biraz da məsələnin o hissəsinə baxırlar. Yəni, məsələ geosiyasi proseslərdən öncə Azərbaycan vətəndaşının problemidir və Azərbaycanın öz vətəndaşları ilə normal əlaqə qurma prosesinin bir parçasıdır öncəliklə. İkinci olaraq Azərbaycanla, Zəngəzur məsələsi Azərbaycanla Ermənistan arasında normallaşmanın məncə hal-hazırda iki əsas parametrindən biridir. Birincisi sülh müqaviləsi, onun şərtləri var, ictimaiyyətə də məlumdur. İkincisi isə Zəngəzur koridoru məsələsi. Bu ikisi Ermənistanla Azərbaycanla normal qonşu kimi yaşamaq istəyinin konkret göstəricisi olacaq da. Yəni ki, biz bunu eləyik. Ki, biz doğrudan da daimi sülh mümkün ola bilər. Təbii ki, bu digər boyutlarda var, hansısa geosiyasi məsələləri filan var. Onlar təfərrüatlar. Bu iki hissəyə üzərinə fokuslanmaq baxımından önəmlidir. Çünki məsələni geosiyasi rəqabət fonunda təhlil etdikcə ziddiyyətli məqamlar daha çox qabarır və bu da görüləcək işlərə yönəlik prosesləri ləngidən və müxtəlif şişirdilmiş və ya qismən var olan, belə deyək də, narahatçılıqların devrəyə girməsinə, prosesin anormallaşdırılmasına, Ermənistan üzərində məsələnin ləngidilməsinə itən prosesləri bərabərinə gətirir. Bu mənada məsələnin bu hissəsinə fokuslanmaq daha faydalı kimi görünür. Bəli. Və bizdən əl çəkməyəcəklər. Azərbaycan prezidenti qeyd etdi, qələbə var, sülhün təşviqi var. Yəni, bütün humanist prinsiplər məhz Azərbaycanın mövqeyində əks olunub. Amma təbii ki, bu təqiblər də, yeni təqiblər də baş qaldıracaq və cəmiyyət olaraq biz hamımız buna hazır olmalıyıq. Azərbaycan prezidentinin verdiyi əsas mesajlardan biri də buydu. Yenidən bu mesaja diqqət yetirək, müzakirəmiz davam edəcək. Bugün Azərbaycan cəmiyyətində olan birlik, buna indi oxşar mənzərə tapmaq da çətindir. Çünki bu ürəkdən gələn, insanların zihnindən gələn, birləşən, belə bir çay birləşir bir yerə, bax budur. Həm qəlbdən, həm necə deyərlər, fikir olaraq. Amma biz gələcəyə baxmalıyıq. Dünya dəyişir və bu barədə də danışmışıq. Yeni təhdidlər ortaya çıxır, yeni təhribatlar. Əgər kimsə fikirləşir ki, bizi istəməyən qüvvələr bizdən əl çəkəcək, olmayacaq. Heç və olmayacaq. Bu mübarizə daimi olmalıdır. Və mübarizə öz hüquqlarımızı qorumaq üçün. Mübarizə öz milli kimliyimizi qorumaq üçün. Öz müstəqilliyimizi öz əlimizdə saxlamaq üçün. Bir çox misallar var ki, bəzi ölkələr, onların rəhbərləri kiminsə
qanadının altına sığınırlar və hesab edirlər ki, bu onları qoruyacaq. Amma nəticə itibarilə olurlar qurban. Böyük oyunların qurbanları. Və bizim xalqımız həm işğal görüb, həm dağıntılar görüb, həm zəfər görüb, həm də bugün bu bərpa və dirçəliş dövrünü həm görür, həm də bunun iştirakçısıdır. Ona görə gələcək nəsillərə ki, Azərbaycan xalqı əbədi, yəni qürurlu xalq kimi, qalib xalq kimi yaşasın. Gənc nəsilədir bu sözləri. Milli kimlik hər şeydən üstün olmalıdır. Milli ləyaqət hər şeydən üstün olmalıdır. Məğlub ola bilərsən. İndi olur belə hadisələr. Amma gərək heç vaxt əyilməyəsən, sınmayasan. Heç vaxt işğalçı ilə razılaşmayasan. İşğalçının diktəsi ilə oturub durmamalısan. Əsas açar sözlərdən biri bizdən əl çəkməyəcəklər. Məhəmməd, kimlər əl çəkməyəcək və niyə əl çəkməyəcək? Yəni, Cənab Prezident əslində kimləri qəsd edir, hansı qüvvələri qəsd edir? Təbii ki, maraqlı sualdır və olduqca Cənab Prezident vacib məqamlara toxundu. Kimlər əl çəkməyəcək? Hansı dövlətlər? O dövlətlər və o dairələr əl çəkməyəcəklər ki, onlar Azərbaycan müstəqilliyini qəbul eləmirlər. Azərbaycan suverenliyini qəbul eləmirlər. Azərbaycan müstəqil həyata keçirdiyi müstəqil xarici siyasətini qəbul eləmirlər. Azərbaycanın əldə etdiyi, xüsusilə son illərdə əldə etdiyi tarixi uğurları qəbul eləmək istəmirlər. Və təbii ki, müxtəlif formalarda da onlar ölkəmizə qarşı, dövlətimizə qarşı mübarizə aparacaq. İndi Ətay xanım, biz yaxşı xatırlayırıq ki, 2-ci Qarabağ müharibəsindən sonra nə qədər bizə problemlər yaratmağa çalışdılar. Və bir sıra dünyanın aparıcı dövlətləri var idi ki, regionda formalaşmış yeni geosiyasi reallıqları qəbul etməkdə çətinlik çəkirdilər. Qəbul etmək istəmirdilər və siyasi müstəvidə, diplomatik müstəvidə, digər informasiya müstəvisində bizə qarşı zorundaydılar, amma həzm eləyə bilmirdilər. Həzm eləyə bilmirdilər, çünki gözlənmədikləri bir reallıq yaranmışdı regionda. O reallığı yaradan da məhz Azərbaycan dövləti idi. Və bu səbəbdən də, yəni düzdür, biz əsas dövlət olaraq əsas strateji məqsədimizə nail olmuşuq. Ərazi bütövlüyümüzü təmin eləmişik, suverenliyimizi bütün ərazilərimiz üzərində bərqərar eləmişik. Amma Azərbaycanın bu uğurları əvvəldə də qeyd etdiyim kimi qəbul eləməyən güc mərkəzləri var, dövlətlər var. Onlar müxtəlif formalarda, açıq, gizli formalarda bizə qarşı mübarizələrini davam etdirəcəklər. Təbii ki, Azərbaycan dövləti buna qarşı dayanır və buna qarşı da mübarizə aparır. Və dövlətlə yanaşı həm də cəmiyyətin də üzərinə iş düşür. Yəni, insanlarımız da ayıq olmalıdır, yəni siyasi baxımdan ayıq olmalıdır ki, yəni biz düzdür, böyük uğurlar əldə eləmişik və bir qədər əvvəl biz Azərbaycanın sıradan dövlət deyil, orta güc olduğunu qeyd etdik. Yəni, bütün bunlara baxmayaraq, biz heç bir halda sayıqlığımızı itirməli deyilik. O cümlədən də bizim mediamız bu sayıqlığı itirməli deyil və davamlı olaraq hər zaman milli maraq mövqeyindən çıxış etməlidir. Biz Azərbaycan uğurlarından danışırıqsa, təbii ki, bu uğurların kökündə dayanan, fundamentində dayanan səbəblər var. O əsas səbəblərdən də biri ölkəmizin milli maraqlara əsaslanan prinsipial xarici siyasət həyata keçirməsidir. Bir qədər əvvəl Cənab Prezident də qeyd etdi. Yəni, biz uzun illər işğala məruz qalmış ölkə idik, torpaqlarımız işğal altındaydı. İkili standartlarda bir tərəfdə dövlətləri bugün ölkə başçısı da qeyd etdi o məqamı. Bizə təzyiq göstərirdilər ki, biz işğalla barışmalıyıq, torpaqlarımızın itirilməsi ilə barışmalıyıq. Biz bunlarla barışmadıq və sona qədər də öz mövqeyimizi qoruduq, müəyyən mənada strateji təmkin nümayiş elətdirdik və zamanı gələndə torpaqlarımızı işğaldan azad etdik. Yəni, bir Azərbaycan nümunəsi yaratdıq və bugün digər ölkələr də məlumdur ki, işğalla üz-üzə qalıb, yəni haqsız, ədalətsiz bir müharibə ilə üz-üzə qalıb. Yəni, onlar üçün də maraqlıdır bu. Azərbaycan ki, biz necə edək ki, sonu qələbə olsun. Bəli. Aruz xanım, az əvvəl də qeyd etdik, Azərbaycan Prezidenti bildirdi, təhdidlər dayanmayacaq və necə ki, hələ müharibədən sonra, qələbədən sonra Azərbaycan Prezidenti bildirmişdi ki, biz elə bir böyük layları tərpətmişik ki, bunu bizə bağışlamayacaqlar. Demək olar, eyni fikrin davamıdır və artıq 6 il vaxt keçir. Bu o deməkdir ki, həmin qüvvələr bu regionda sülhə mane olacaqlar. Yəni, artıq kövrək sülh var. Sülh var, amma kövrəkdir. Bunu etiraf etməliyik. Çünki ortada hüquqi əsası olan yekun sənəd yoxdur. Əgər yekun sənəd tam imzalanmayana qədər, Ermənistan dediyimiz kimi o bütün öhdəlikləri yerinə yetirməyənə qədər, boynuna götürməyənə qədər, hətta yerinə yetirməyənə qədər təbii ki, açıq qalacaq. Yəni, bu o deməkdir ki, yenə də mi biz hələ 10 illiklər gözləməliyik ki,
sülh bərqərar olunsun? Çünki hələ onlar yenə də təhdid edəcəklər, təhdidlər törədəcəklər və burada eskalasiya riskinin həmişə aktivləşməsində maraqlı olacaqlar. Yəni necə görmək olar? 10 illiklər gözləməliyik fikrindən uzağam. Təbii ki, çox çətin prosesdir. Cənab Prezident də qeyd elədi və deyildi. Azərbaycanın uğurlarını, tarixi zəfərini həzm edə bilməyən qüvvələr var və o qüvvələrdir ki, həzm etməməklə yanaşı, eyni zamanda bu regionda özlərinin mövcudluğunu bu və ya digər formada bərqərar etmək istəyirlər. Regiona təsir imkanlarını əldən vermək istəmirlər. İstər şimal qonşumuz, cənub qonşumuz, qərb dairələri var və biz elə həm 2-ci Qarabağ Savaşının gedişində gördük. Dünyanın aparıcı dövlətlərindən biri dəfələrlə cəhdlər elədilər ki, məsələni BMT Təhlükəsizlik Şurası səviyyəsinə çatdırsınlar və Azərbaycanın o torpaqlarını işğaldan azad etmə prosesini bloklasınlar. Buna nail ola bilmədilər. Təbii ki, bu da Azərbaycanın yürütdüyü çox uğurlu xarici siyasət, çox vektorlu xarici siyasət də demək olar buna və uzaqgörənlik də demək mümkün. Yəni, istənilən halda biz nəticəni əldə edə bildik. Nəticə də o oldu ki, onlar istəklərinə nail ola bilmədilər. Amma müharibənin gedişindən sonra da biz Avropa Parlamentindən qətnamələr görürük. Biz Avropa Şurası Parlament Assambleyasının Azərbaycana qarşı növbəti dəfə böhtan kampaniyaları görürük. Azərbaycan nümayəndə heyətinin oradakı mandatını bloklamaq cəhdlərini gördük və nəticə etibarilə biz öz nümayəndə heyətimiz, Azərbaycan nümayəndə heyəti oradakı fəaliyyətini dondurdu. Yəni, biz 2001-ci ildə Cənab Prezident də edilərdi. Biz 2001-ci ildə Avropa Şurasına qəbul olanda əsas amalımız o idi ki, işğal altında olan ərazilərimiz işğaldan azad etməkdə Avropa qurumları bu prosesdə Azərbaycana dəstək olsunlar. Beynəlxalq hüququ, ədaləti bərpa etsinlər. Bu məsələdə işğalçıya dur desinlər. Amma nəticə etibarilə bu illər ərzində Avropa Şurası Parlament Assambleyasının bir üzvü digər üzvünün torpaqlarını işğal altında saxladı. Bir dəfə də olsun Ermənistana qarşı nəinki sanksiya tətbiq edilmədi. Heç o cəhd olunmadı. Amma biz torpaqlarımızı işğaldan azad edirik. Beynəlxalq hüququ bərpa edirik, norma və prinsiplərini. Ədaləti bərpa edirik. Azərbaycana qarşı bu cür qərarlar, qətnamələr irəli sürülür, sanksiyalar irəli sürülür. Yəni, bu müharibə ilə davam edir, müharibə ilə bitməyibdir. Və Cənab Prezidentin verdiyi mesaj da əslində yerindədir ki, biz heç bir halda arxayınlaşa bilmərik. Və formula da bundan ibarətdir ki, biz 2-ci Qarabağ Savaşında və ona qədər də xalqın birliyi sayəsində işğalla barışmamaq, xalqın siyasi iradəsini ortaya qoymaqla və Azərbaycan dövləti olaraq işğalçıya yox deməklə, o qüvvələrin qarşısında sinə gərməklə nəhayət birliyimizlə buna nail olduq, qələbəni əldə elədik. İyul ayında Tovuz döyüşlərini xatırlamamaq mümkün deyil. Çünki iyul ayının 12-sində 6 il bundan əvvəl, bəli, xatırlayırıq ki, o da bir sınaq idi. Azərbaycan gəncliyini xüsusilə gördük ki, bəziləri deyirdilər ki, bizim özümüzdə də müəyyən bir təəssürat vardı ki, Azərbaycan gəncliyi görəsən lazım olacaq məqamda özünü necə aparacaq, necə davranacaq. Amma biz gördük ki, bizim o tarixi genlərimiz var, gen yaddaşımız var və Azərbaycan gəncliyi xüsusilə də Qarabağı görməyən evladlar getdilər, Qarabağı aldılar. Yəni, bu məsələdə xalqın birliyi olduqca vacibdir və bu gün də hər kəs bilməlidir ki, Prezidentin dediyi o mesajlar elə belə söz gəlişi mesajlar deyil. Sözün həqiqi mənasında bu bölgədə dayanıqlı sülhə nail olunmasına maneçilik törətmək istəyən qüvvələr kifayət qədər çoxdur. Bu günləri Azərbaycanla Ermənistan arasında münasibətlərin korlanması üçün fəaliyyət göstərən qüvvələr kifayət qədər çoxdur. Ermənistanı silahlandıran qüvvələr var, revanşistlərə dəstək verən qüvvələr var və nəticə itibarilə bəzi Avropa qurumları da bu prosesdə açıq-aşkar göz yummaqla yanaşı digər revanşistlərə elə bil ki, separatizmə dəstək verirlər və bunun qarşısını almaq üçün də mütləq mənada xalqın birliyinə ehtiyac var yenə də və biz bu bölgədə əsas aparıcı lider dövlət olaraq mən bir daha o fikrə qayıtmaq istəyirəm ki, sülhün və tam olaraq bərqərar olmasının məsuliyyətini də üzərimizə götürmüşük və hesab edirəm ki, getdiyimiz yol elədir ki, biz buna da nail olacağıq. Avropa Şurası Parlament Assambleyası ilə bağlı da Azərbaycan Prezidentinin səsləndirdiyi mesaja diqqət yetirək. O ki qaldı Avropa Şurasının Parlament Assambleyasına, burada tamamilə başqa bir mənzərədir. Mən təəssüf edirəm ki, belə bir hal baş veribdir və vaxtı ilə mən 2001-ci ildə Azərbaycan Parlamenti üzvü olduqda nümayəndə heyətinin rəhbəri idim və 2 il mən orada çalışdım. Orada il ərzində 4 sessiya keçirilirdi. Mənim üçün bu xoşa gəlməz vəziyyət
deyil, bu baş verib və bunun baş verməsinin səbəbinə gəldikdə bu suala cavab vermək üçün, yəni bu çıxış yolunun tapılmasında hansı addımlar atılmalıdır? Biz buna baxmalıyıq. Yəni bizim ərazimizin 100% dərəcədə 2023-cü ilin sentyabr ayında Ermənistan işğalından azad edilməsinə gəldikdə Azərbaycan tam düzgün addım atmışdır və 2023-cü ilin sentyabrında biz öz legitim hüququmuzdan istifadə edərək özümüzü müdafiə etdik və separatçılarının nəzarətində qalan ərazimizin qalan hissəsində azad etdik və Azərbaycanı isə cəzalandırmaq üçün qətnamələr qəbul olundu. 2024-cü ilin yanvarında onlar Azərbaycan nümayəndə heyətinin etimadını sual altına çəkdilər, akreditasiyasını sual altına çəkdilər və səs vermə hüququndan məhrum etdilər. Bu sırf məhz insan hüquqlarına bağlı olan məsələ deyildi. Əgər onunla sırf bağlı olsaydı, onu daha əvvəlcədən edərdilər. Bu sadəcə bizim üçün ərazi bütövlüyümüzün, suverenimizin bərpası ilə bağlı olan bir cəza idi. Və Azərbaycan nümayəndə heyəti o vaxt çox müdrik qərar qəbul etdi. Onlar məhz görüşlərdə öz iştirakını dayandırdılar. Əgər bizdə səs vermə hüququmuz yoxdursa, onda nəyə görə biz orada olmalıyıq? Aşbanın qərəzi ilə bağlı, Nazim müəllim. Əslində son 6 ildir daha əvvəl Avropanın Qarabağa yanaşması, Azərbaycan ərazi bütövlüyünə yanaşması olaraq xarakterizə olunurdu. Amma Azərbaycan 2020 və 23-də qələbə qazanandan sonra bu negativ bir reaksiya çevrildi və davamlı bu istiqamətdə qərarlar alınmaya başlandı. Cənab Prezidentin bu müsahibəsində vurğuladığı mesaj əslində bu məqamı qeyd edir və bunu deyim ki, bu Azərbaycan cəmiyyətində ən çox Avropaya yönəlik reaksiyalarda ən çox negativ reaksiya görünən şeydir. Cəmiyyətdə ciddi şəkildə Qarabağın azad edilməsi prosesinə Avropa Şurasının reaksiyası çox ciddi negativ təsir edir. Bu bütün dairələrdə belədir. Və belə bir qurumla əməkdaşlığın davam etdirilməsində nə dərəcə cəmiyyət maraqlı ola bilər? Təbii ki, belə bir qurumla artıq cəmiyyət nə dərəcə maraqlı ola bilər? Azərbaycan cəmiyyəti maraqlı deyil. Qərar verilib artıq. Bəli, qərar verilib. Yəni bizim ilk növbədə gözləntimiz odur ki, Avropa Şurası ilk növbədə öz missiyasını doğru yerinə yetirərdi. Amma təəssüf ki, biz bu missiyanı görmədik. Bəli, Arzu xanım, siz bəli. Məsələdə bir mən xüsusi deyirəm ki, qeyd eləmək lazımdır ki, Avropa Şurası Avropa İttifaqı deyil. Və cənab Prezident də qeyd elədi ki, bununla bağlı fikirlər var və nə qərar qəbul ediləcəksə bu təbii ki, zamana bağlı məsələdir. Amma Avropa İttifaqı ilə Azərbaycanın münasibətləri kifayət qədər üst səviyyədə inkişaf etməkdədir. Bu xüsusilə də mart ayından bugünə 3 dəfə Avropa İttifaqı Şurasının prezidenti, Avropa İttifaqının siyasət komissarı, bəli. Və diplomatiyasının rəhbəri, komissarı Azərbaycana təşrif buyurdular və hər biri də Azərbaycanın önəmini, bu bölgənin lider dövlət olmağını və Avropa üçün olduqca əhəmiyyətli bir dövlət olmağını xüsusi olaraq vurğuladılar. Azərbaycan bu günləri Avropa İttifaqının bir çox Avropa ölkələrinin enerji təhlükəsinin bir parçasına çevrilibdir. Bu baxımdan Azərbaycan Avropa İttifaqı ilə münasibətləri kifayət qədər pozitiv, dinamik inkişaf etməkdədir. Bəli, bütün ittifaq rəsmilərinin ikitərəfli münasibətləri qiymətləndirməsi bu cürdür. Bakıdan verilən rəsmi mesajları qeyd etmək istəyirəm. Bildirilib ki, Azərbaycan Avropa İttifaqı üçün sınaqdan çıxmış etibarlı tərəfdaşdır. Sınaqdan çıxmış xüsusi vurğunu vurulur və bu da artıq nə deməkdir? Onu da aydındır ki, artıq rəsmi mənbələr də bilir ki, söhbət nədən gedir. Dəyərli qonaqlar, təşəkkür edirəm hər birinizə. Günün əsas aktual mövzusu, hətta deyərdik ki, bugün dünyanın ən müxtəlif və nüfuzlu kütləvi informasiya vasitələrinin gündəmi olan məsələ 4-cü Şuşa Qlobal Media Forumunda Azərbaycan Prezidentinin verdiyi mesajlar və təbii ki, forum davam edir və forumun gedişatı ilə bağlı ASTV xəbərin, eləcə də hədəfin növbəti buraxılışlarından biləcəksiniz ətraflı məlumatlar. Odur ki, Azərbaycan televiziyasını izləməyə davam edin. Salamat qalın.